Boğazım üzr istəyirəm, qurudu biraz da Deyək indi. Çay gətir, su gətirək. Çox sağ ol. Buyur. Hə. Nə olar, ol yar məni, bircə dəfə yad eləsin. Yəni mən bir bəstəkarla çalışmıram. Allahın əkbər. Mən indi deyirəm o bəstəkar, o birisi bir məndən sonra O ritimlər, o əvvəla qarın olmamalıdır. Yox. Yox, Bax, bu da əksinə səhvdir. olmalıdır. Ərəb rəqslərdə mütləq qarın olmalıdır. Əksinə göbək olmalıdır. Onu boş yerə demirlər ki, göbək rəqsi. Xanımı mən Göbək bir şey rəqsi deyim. siz qoymuşsunuz. Yox, Onun adı xeyr, göbək rəqsidir, xeyr. oriental rəqsidir. Mən Orada bir göbək göbək mütləqdir. rəqsidir. Bax, başa salın. Ondan yaranır. Ərəb rəqsi. Bax, dayanıb. İndi rəqqas. O kişilər də oynayır, ərəblərdə kişilər də oynayır. Bəli. Sən əgər burama yapışırsa, niyə oynayacaqsan? Haram oynayacaq. Niyə bağışsa? Onda mən sənə əsas orada nədir? Göstərici. Bax, qeyniyir, qoyunuyur, yox, baba, baxsın hamısı, baba, o qarın əzələləri, baxsın oynamağa, vallahi, siz gəlin, o saçı buruq olan xanım, siz ulduz olmaq istəyir Azərbaycan böyük səhnələrdə təqdim eləsin, Nuranə, gəl, Burcu ulduz, artıq ulduzdur, görməyindən artıq ulduzdur. Hə, çox gözəl. Haça elətdim sən əməliyyatı? Orada. Səndən yaşayan xoruz imkan verməyəcək. O xoruzu ya kəsin ya bir yerə salın, səsi çıxmasın da. O nədir? Kutuma kutu supari dana, kutuma kutu, kutuma kutu supari dana, kutuma kutu. Hey to moju jang khaila do, jangiri maida baliyo, imandari ke tolai, jubani tina mantayo, kutuma kutu, kutuma kutu supari dana, kutuma kutu. Günlərin bir günü qayıtdı ki, Elgiz bəy, bəs mən Xınayaxtı şirkət açmışam. Bir dekorasiyam var, bir dekorasiyalar var. Şaşarsan birdən, zalım bəzənməsini başqasına deyərsən. Hələ Novruz bayramına bir ay qalıb. Üstündən 3 gün keçib yenə zəng gelib. Mənə bax, sən cavabı de. Mən bəzəyəcəm, yoxsa bəzəməyəcəm. Dedim, ay Fatma xanım, valla, bax orada yazdırmışam ki, zalımızı bəzəyəcək Fatma xanım. Bayram günü gəlib çatır, gəldim verilişə, gördüm zalın ortasında bir dənə haftafa qoyublar. Yanında da bir dənə balaca bıçqıl ləyən olmur. Yanında bir dənə ləyən, bir də bu boyda, bax bu boyda kilim. Bax belə zalın ortasında qoyublar. Ben gördüm bu bəzənir. Elə şey deyir, az tutar tez elə veriş baxın. Səsini eşidirəm, öz hayındadır. Dayanmışam ləyənin yanında. Deyirəm ki, bu bayram günü, bu zal. Kız da Nigar da yanındadır, yazıq Nigar. Dedim, ama bu nədir? Bu zalın bəzənməsi zat. Deyirəm, ay Fatma xanım, zal bəzənməli niyə verilişin başlamandan 5 dəqiqə qalıb? Bəs hamı dekorasiyalar verir. Nə dekorasiya? Belə deyil, onu gətirmişəm da. Biri qaldım. İndi gör sözə baxa, gör mənə nə deyim. Filan kanalda, filan aparıcıya göndərdim. Zəng elədi, göndərdim. Bir anda gördüm ki, başımın dərsi qalxdı. Adamı tutturarsan sən. Bunun ləyəninə təpiyi nətər qoydumsa, başa üzr istəyirəm, boynumu alıram. Kafaya değmiydin, kafaya değmiydin. Elə deyil, az bunun başı çöndü, gəl, qaçaq Nigar. Nigar, gəl bunun başı çöndü. İnan bəzir, inan bəzir. Sən Adi bir xoruz banlayır, çıxırdı xoruzlarla dava eləyirdi, sizə bağışlayın məni, daha demirəm də mən efirdə. Sonra gəlib mənə çatdırır ki, o xoruz banlayır, məni yatmaya qoymur. Ha xoruz.
Sən hansı xoruzdan danışırsan? Bəlkə sənə yaxşı ehtiyatlı ol. Xoruz tutanda bir bax gör harda vurursan. Gör nəyə vurursan. Qardaş həkimə də bir göstərərdiniz. Çünki əsəbləri yerində bəli, deyil. əsəbləri yerində Əsəbləri yerində deyil. Fərəc, baxın, əvvəla o sizin rəsmi hələ ki həyat yoldaşınızdır. Hələ ki mən sizin milyonların gözünün qarşısında xanımınızla o cür xitabən danışmağınızı arzulamazdım. Səhv deyirdin, səhv deyirsən. Səhv deyirsən. Amma xanımına ay xoruz, ay toyuq. Xoruzdan Sizə xoruz demədi ki. Amma bir dəfə getdim, orada mənim başıma çox böyük oyun gətirdilər. Bir də gördüm ki, bilirsiniz, Elgizin çox acınacaqlı həyatı olub. Onun evi olmuyor. Çox pis vəziyyətdə yaşayıb. Mən belə baxdım, dedim, də parçı danışırlar. Dedim, hə, yaman gündə olmuşam, yaşamışam. Nə deyim daha? Bunu dava eləməyəcəm ki. Dedi ki, hal-hazırda biz Elgizin yaşadığı evin qarşısına müxbiri göndəriblər. Demək, Kubinkada söküntü olmuş bir evdir. Evin yarısı yoxdur, söküblər. Bax, and olsun Allah. Evin demək bu tərəfə qalıb, bir damcı yeri qalıb. Oradan da kanalizasiya turbasını kimsə dartıb. Oradan da su tökülür. Qız da stertap dayanıb, kanalizasiya suyu da oradan tökülür. Biz hal-hazırda, evin üstü də yoxdur, söküblər. Biz göyündə acı həyatımı göstərirlər də mənim. Mən şok oldum. Görür, ağzım açıq qaldı. Xatın da mənim yanımda oturub. Xatın gördü ki, mənim rəngim ağappaq ağardı. Axı bu mənim evim deyil, mən yaşadığım yer deyil. Rəngim ağardı, xatın yazıq bilmədi. Bismillah. And olsun Allaha. Mən də oturdum, başımı saldım aşağı. İndim dalına qulaq asın. Bu aparıcı gördü ki, mənim halım çönüb. Bu da belə pis oldu, göyə düzəltmə edin. Zamanında o vaxt elə mən də belə yaşamışam. Fikir eləmə, hər şey yaxşı olur. Təsəlli verir də axırda. Mən neyim, nə deyim? Az yaşlı deyil o. Bəs nədə? 15 yaşı var, bunun 6 yaşı var. Baxma mənim az yaşıma, gələnlər gəlib başıma. Baxın, digər xanım qaçır. Hər kəs qaçışıyor. Ama düzgün hareket eləmirlər, düzgün deyil. Sertifikatınızı görə bilərik xanım. Siz kimsiniz? Siz kimsiniz? Ben Erbala diye hanım, Karadeniz'de. Siz kimsiniz? Bir dəqiqə, sertifikatınızı görə bilərik sizdən. Çıxın mənə son gün çəkmişim. Bağırma lan milletin içinde! Deməli, it tutursan. Düzdür. Mikrofonu yaxın tut. Düzdür. İt tutandan sonra həyatında dəyişiklik baş verir. Bəli, düzdür. Başlayırsan başqa dillərdə yazmağa, hətta danışmağa. Bəli. Düzdür. Düzdür. Bu it tutandan sonra baş verir. Bəli, yazdığım yazılarda danışıqlarımda. Danışdığım dildə Danışa bilərsən indi. danışıram. Danış gör. Taxaşda xara kane tatstafara kale tahane axaşda xara canla bak. Ağzına belə əsliyər, gör neçə yaşın var sənin. Kameraya düşməsəydin deməzdim bu haqda. Bir insan əsliyədə bir ağzını tutmaz, ay qorxmaz müəllim. Dünən də, bax bilirsiniz, bəzi hadisələr var ki, biz bunları mütləq efirdən deməliyik. İndi sən də İlhamə, oturmuşsan, bu qədər cəmaat var, özünü tanınmış artıq müğənni olmuşsan. Əsliysə ağzını da açmışsan bu boyda, maşallah ağızdakı bu boydadır. Böyük olan ifaçılar hər zaman çox gözəl ifa edirlər. Düşdün ora. Sonra mənə deyəcəklər ki, sənin gözün kör idi. Niyə irad tutmursan? Bəs danışılır, mədəniyyətdən danışırsınız, ədəbdən danışırsınız. Səni çox sevirəm. Səni üçün ediyorum. Sensiz yaşayamam. Sensiz bir günüm de olmasın. Benim yakınımdır. Gördün. Tanış olduk. Hoş geldin hanım. Yani benim örnek Bu xanımın verən səs rejissoru efirə verə bilərsən eşidə. bu xanım benim həmişə uzaqda bir dəstəyi olub mənim üçün. Ama şimdi indi üzə gəldik. Bir dəqiqə, oradan gəl, oradan. Ay Məhərrəm, çəkil qız gəlsin. Səni çox sevirəm. Direkt birinizi salamlayıram. Emir bəyi, herkesi salamlayıram. Lütfen. Hayır.
Hayır. Hayır. Seviyorum seni. Hayır. Hayır gitmeyeceğim. Seviyorum. Hayır. Hayır seviyorum. Mahnı şarkısına. Hayır. Hayır gitmeyeceğim. Sen